Təzədən salamlar. Qaldığımız yerdən davam edirik. Bundan əvvəlki dərsdə həm isimlərin cəminin izahını vermişdim ingilis dilində, həm də ki birdən 53-ə qədər olan testlərin izahına baxmışdıq. Testlər çox olduğuna görə yarıya bölmüşdüm. İndi 54-dən deyəsən səhv eləmirəmsə 109 dənə testi 54-dən yavaş-yavaş başlayacağıq o testlərin izahına. Ümid edirəm ki, birinci belə deyək də kanalın ikinci videosundadır. Kanalın ikinci videosunda geniş şəkildə isimlərin cəmini izah etmişəm. Birinci istəyirsiniz gedin o videoya baxın, sonra gəlib bu videoya baxarsınız. Ümid edirəm ki, orada verdiyim qeydlərin hamısını əzbərləyib gəlmisiniz. Təzədən deyirəm, dilimdə tük bitdi bunu deməkdən. Birinci qeydlər, sonra dərs izahları. İndi keçirəm təzədən bu dərs izahına. 54-cü sualda bizdən tək isimləri istəyir. Hardan bilirəm? Çünki deyir ki, singuları, yəni təkləri seçin. Dedik ki, singular daha doğrusu tək, plural isə cəm idi. Tək isimləri istədiyinə görə A variantından women-ə çıxıram. Kökündən dəyişənlərin arasındaydı bu söz. Woman, women, man, men, goose, geese, toast, last, lice, mouse, mice, child, children, oxen, person, people və yaxud da ki persons olaraq cəmlənir. Kökündən dəyişənlər əzbərlənməlidir, təki cəm olanlar əzbərlənməlidir, toplu isimlər əzbərlənməlidir, iki ayrılmaz hissədən ibarət olanlar əzbərlənməlidir və ən önəmlərindən birisi sayılan sayılmayanlar da əzbərlənməlidir, çünki qarşımıza çıxır. Deməli, A variantından women-ə çıxdıq, B variantından houses-a çıxırsınız, cəmlənib, C variantı qalsın. B variantından polisə çıxırsınız, toplu isimdir. Y variantından isə see, meni çıxırsınız, man, menlə cəmlənib, cavab C variantı. 55-ci sualda sizdən cəm isimlər istəyir. A variantında sit-lə çıxırsınız, təkdədir. B variantında town-u çıxırsınız, təkdədir. C variantı qalsın. D variantından line-ı çıxırsınız, təkdədir. Y variantından isə grass-ı çıxırsınız, təkdədir. Cavab qalır C variantı 55-ci sualda. 56-cı sualda sizdən sayıla bilən isimləri istəyir. A variantına çıxırsınız, advice sayılmır. Daha sonra B variantını da coffee-ni çıxırsınız, sayılmır. C variantından luck-ı çıxırsınız. D variantından water-ni çıxırsınız, cavab qalır. Y variantı bird, quş deməkdir, sayılır. Slice də dilim deməkdir, sayılır. 57-ci sualda yenə sizdən sayılan isimlər istəyir. A variantında money var, sayılmır. B variantında luck var, sayılmır. C variantına baxıram. C variantında hələ ki bir şey çıxmır. C variantı qalır. D variantında air çıxır. Y variantında isə mid çıxır. Cavab qalır C variantı. 58-ci suala baxıram. Yəni bizdən bu dəfə sayılmayan isimlər istəyir. Dedik ki, countable sayılan, uncountable isə sayılmayandır. Bizdən sayılmayan isimləri istəyir deyə 58-ci sualda A variantından setə çıxıram, B variantından trini, oxu çıxa bilərəm, C variantından doktoru çıxıram, mouse-u çıxıram, D variantı qalsın, Y variantından isə məsələn city-ni çıxıram, cavab qalır D variantı. 59-cu sualda yenə bizdən sayılmayan isimlər istəyir. A variantından məsələn shirt-ə çıxa bilərik. B variantına baxıram, B variantı qalsın. C variantından məsələn hour-u çıxa bilərsiniz, clock-u çıxa bilərsiniz, watch-u çıxa bilərsiniz. D variantından teacher-ı çıxıram, table-ı çıxıram. Y variantından məsələn pen-i çıxa bilərsiniz, cavab qalar B variantı. 60-cı sualda yenə bizdən uncountable, yəni sayılmayan isimlər istəyir. A variantından məsələn map-ə çıxarsınız. B variantından apple-dan house-u çıxa bilərsiniz. C variantından slice-ı çıxa bilərsiniz. D variantından house-u çıxa bilərsiniz. Cavab qalır Y variantı. Məsələn, traffic tıxac deməkdə sayılmır, amma traffic police deyəndə, yəni tıxac polisi deyəndə artıq onu saya bilirəm, onu cəmləndirə bilirəm. Və yaxud da ki, traffic light, yəni belə deyək də, bu svetofor dediyimiz ışıqları saya bilirik. Bir dəqiqə, mesaj gəldi. Neyse.
61-ci sualda bizdən yenə nə istəyir? 61-ci sualda bizdən plural, yəni cəm isimləri istəyir. A variantından qolda çıxıram. B variantından deməli mouse'a çıxıram. C variantından deməli C variantı qalsın. D variantından məsələn knife çıxa bilərsiniz, bread çıxa bilərsiniz, cow, yəni hamısı təkdədir. Y variantından milk çıxıram, cow çıxıram, farm çıxıram, cavab qalır C variantı. 62-ci sualda da yenə bizdən cəm isimləri istəyir. A variantı qalsın. B variantından shoulder-ni çıxıram. C variantından hair-lə finger-ni çıxıram. Hər ikisi təkdədir. D variantından forest-i çıxıram. Təkdədir. Y variantından isə head-i çıxıram. Təkdədir. Cavab qalır eyes, yəni gözlər və stars, yəni ulduzlar. Yəni cavab A variantıdır. 63-cü sualda bizdən singular, yəni tək isimləri istəyir. A variantından dishes-i, forest-i çıxırıq, cəmdədir. B variantından scissors-i çıxırıq. Harada keçmişik scissors-i? 2 ayrılmaz hissədən ibarət olanlar. Nə idi bunlar? Həmişə cəmdə idilər. Həm də B variantına people-ı çıxırıq. Harada öyrənmişik? Toplu isimlərin arasında öyrənmişik. C variantından bizə tək isimlər istəyir də elə. C variantından planets-i çıxa bilərsiniz, cəmlənib. D variantından deməli ingredients-i çıxa bilərsiniz. Qalır bizdə Y variantı. 64-cü sualda yenə bizdən singular, yəni təkləri istəyir. A variantından X-i çıxa bilərsiniz. B variantından heroes-u çıxa bilərsiniz. Cəmləniblər. C variantı qalsın. D variantında products-ı çıxa bilərsiniz. Y variantında isə I-si çıxa bilərsiniz. Cavab qalar C variantı. 65-ci sualda bizdən tək isimləri istəyir. Yenə singularları istəyir. A variantından jobs-ı çıxa bilərsiniz. Work və job hər ikisi nədir? Hər ikisi iş deməkdir. Amma work sayılmır, job sayılır. Work'ı siz sayılmayanlar, yəni uncountable-un içində keçirsiniz. Job isə sayıla biləndir. Yəni bunu yaddan çıxartmayın. Sinonimdirlər. Amma work sayılmır, job sayılır. B variantından goods-a çıxa bilərsiniz və wholes-a çıxa bilərsiniz. Goods-larda öyrənmişdik. Malnəmtə deməkdir, toplu isimlərin içində. Wholes-da cəmlənir. Bizdən tək isimlər istəyir. Ona görə də C variantı bizim doğru variantımızdır. D variantından məsələn tails çıxır. Y variantından isə pets çıxır. 66-cı sualda bizdən sayılmayan isimlər istəyir yenə. Deməli, bir dəqiqə boğazımı bir nəmləmdirim. Aha. A variantından table-ı çıxırsınız. Chair-ı çıxırsınız. B variantından book-u çıxırsınız. C variantı qalsın. D variantından bag-i çıxa bilərsiniz. Bowl-u çıxa bilərsiniz. Y variantından wolf-u çıxırsınız və rule-u çıxa bilərsiniz. Cavab qalır C variantı. 67-ci sualda yenə sizdən sayılmayanları istəyir. A variantından window-u çıxa bilərsiniz. Pəncərə deməkdə sayılır. Ondan sonra B variantından plane-i çıxa bilərsiniz. C variantından car-la pencil çıxa bilərsiniz. D variantından finger ilə table-a çıxa bilərsiniz. Cavab qalar Y variantı. Water su deməkdə sayılmır. Air hava deməkdir. Poiziya sinonimdə sayılmır. Sugar da şəkər tozu, pesok deməkdir, sayılmır. 68-ci sualda bizdən doğru olanları istəyir. Deməli, burada nəyə baxacağım? Deməli, biz həmişə of-dan öncəyə baxırıq belə olanlarda. Əgər of-dan öncə, məsələn, təkdirsə tək verəcək, cəmdirsə cəm verəcək, sayılandırsa, məsələn, an article verəcək əgər təkdirsə, bunlara baxmalıyıq. Məsələn, bax bunu deyirəm. 5-ci suala baxın. an article verib və kilos verib. Of-dan öncəyə baxıram həmişə. Belə suallarda of-dan öncəyə baxırıq. Of-dan öncəki bizdə cəmdirsə cəm, təkdirsə tək olmalıdır. Yəni doğru bir şəkildə belə deyək də verilməlidir. Mən niyə işığım azaldı? Məsələn, 5-ci suala baxın. 68-cinin 5-ci sualına. Orada an article verib və kilos verib. Neyinib? Yəni cəmləndirib.
Bu mümkün bir hal değil. Çünkü mən dərsin lap başına kanalın ikinci videosuna demiştim ki, eğer artikılı nə bildirir? Təkliyi bildirir. Yani sayılanları bu arada, mesela siz götürüb də uncountable'larla, mesela sayılmayanlarla eğer artikılı istifadə edə bilmərsiniz. Niye? Çünkü onlar sayılmırlar. Eğer artikılı sayılabilen tek isimlərlə istifadə olunur. İndi mesela mən deyirəm ki, kilo, 1 kilo deyirəm də. Saydım. Kilo götürək. Kilos. 1 kilolar deyə xeyr, deyə bilmirəm. Ona görə də 5-ci qrammatik olaraq tamamen səhvdir. Ona görə də 5-i çıxıram. 5 olan variantları çıxıram. Yəni A-nı çıxıram, C-ni çıxıram. Ondan sonra baxıram. 2 isim yan yana gəldikdə ikinci ismə baxırıq. 3 isim yan yana gəldikdə ən sonuncu ismə baxırıq. Bu nə deməkdir? Məsələn, mən deyirəm ki, beautiful girl. Girl. Beautiful girl. Nə deməkdir beautiful girl? Gözəl qız deməkdir. Deməli, buradakı en artikılı beautiful girl, bu beautiful'a ait değil. Beautiful, mesela insanlar bunu görür bəziləri ve deyir ki, axı beautiful sifətdir, saymaq olmur onu, niye en artikıl veririk? Biz beautiful'a göre en artiklını vermirik. Biz buradaki girl'a göre veririk. İki isim yan yana gəldikdə gördüğünüz kimi biz ikinci ismə baxırıq. 3 isim yan yana gəlsə üçüncü ismə baxacağıq. 4 isim yan yana gəlsə dördüncü ismə, yəni 2 isim yan yana gəldikdə ikinci ismə baxırıq. Buradakı göl, yəni qız sayıla bilən tək isimdir. Ona görə də en artiklını verirəm. Yəni buradakı en artiklı beautiful'un değil, gölün en artiklıdır. Mən bunu niyə deyirəm? 68-ci sualdakı 4-cü belə deyək də suala baxın. $70,000 verib. Niye bu düzdür? Çünkü 70,000 əslində özü bir rəqəmdir və dollars verib. Ümumiyyətlə, belə deyək də, niye burada dollars verilməsi uyğundur? Çünkü artıq dollardan çıxır. Yəni 1 dollardan artıq çıxır. 2 dollar deyəndə mən artıq olacaq ki $2 və yaxud da ki $3. $70,000 olmalıdır. Dolar yox. Məsələn bizdə var. Məsələn biz deyirik ki 1 manat, 2 manat. Amma ingilislər deyir ki 1 manat, 2 manatlar, 3 manatlar kimi. Yəni sonuna eğer belə deyək də birdən artıq rəqəm verirsinizsə, həmin o birdən artıq rəqəm verdiyiniz şeyin yanındakı isim də cəmlənməlidir. Ona görə 4'ü götürürsüz. 3'ə baxıram. A couple of pictures verib. Mənə indi deyirsiniz ki, axı sən mənə dedin ki, 2 isim yan yana gələndə biz ən sonuncu ismə baxırıq. Burada pictures verilib. Axı Nailə, pictures verilib. Mən niyə qabaqda en artiklını düz götürməliyəm? Dostlar, sizə dediyim 2 ismin yan yana gəlməsidir. Əgər söz önü varsa, məsələn of varsa, biz həmişə ofdan qabağa baxırıq. Bax, bura baxırıq. Yəni bunu silirik və ofdan qabağa baxırıq. Ofdan qabaq ki, doğru cəmlənibsə, doğru verilibsə, o bizim doğru variantımızdır. Məsələn, a couple of pictures verib. A couple verib də, couples verməyib ki. Məsələn, couples versəydi burada səhv olardı. Bura çox qarmaşıq oldu. Gəlin bunu silim. Dediyim kimi, əgər 2 isim yan yana gəlirsə ikinci ismə baxırsınız. Of verilibsə ofdan öncəyə baxırsınız. Ofdan sonraya baxmırsınız. Silirsiniz oranı. Ofdan öncəyə baxırsınız. En article verib, couple da təkdə verib, deməli doğrudur deyib götürürsünüz. Bu qədər. Başqa bir şey yoxdur. Və yaxud da ki, deməli, the number of-la a number of arasında fərqi biz daha geniş öyrənəcəyik. Amma onu bilin ki, a number of, ya tərsinədir də, a number of'un ismi cəmdir, xəbəri təkdir. The number of'un ismi təkdir, xəbəri də təkdir. Elə yadınıza saxlayacaqsınız. Ona görə də burada ismini cəm verməli idi. The number of
buradakı of'u qarışdırmayın dostlar. Buradakı of, məsələn, a couple of'dakı of değil. The number of'un zaten öz of'udur. Yəni biz bu participant'e baxmalıyıq əslində orada və o cəmdə verilməlidir. Çünki daha doğrusu təkdə verilməlidir deyim. Ona görə də cavab 1'i götürəcəyik. Yəni cavab B variantıdır. Bu niye indi sizə biraz qarışıq gəlir? Mən də biraz qarışıq izah elədim. Biz bunu isimlərin belə deyək də cəmlənməsindən sonraki dərslərdə keçəcəyik. Məsələn, orada var ki, mübtəda xəbər uzlaşması. Orada biz daha çox bunlara üstünlük verəcəyik. İki ismin yan yana gəlməsi və yiyəlik halda da buna çox baxacaq. İki ismin yan yana gəlməsi, ofdan öncəyə baxma, ofdan sonraya baxma, zənən bu ofla, enən bu ofun fərqləri və s. kimi bunlara biz çox geniş bir şəkildə baxacağıq. Yəni narahat olmayın. 69-cu suala baxıram. 69-cu sualda bizdən nə istəyir? Düzgün olanı istəyir. Məsələn, biz bunları quantifies dərslərində keçəcəyik. İndi bu sizə biraz çətin gələ bilər. Quantifies kəmiyyət dərsidir. Biz o kəmiyyət dərslərində məsələn deyəcəyik ki, a few, few, many, several. Bunlardan sonra mütləq sayıla bilən cəm isim gəlməlidir. A little, little, much. Bunlardan sonra sayılmayan təklər gəlməlidir. Kimi dərslər keçəcəyik. Məsələn, 69-cu sualı əslində bura verməməli idi. Çünki bu kəmiyyət dərsini keçəndən sonra keçilməlidir. Amma mən yenə də kəmiyyət dərsini bilənlər üçün deyirəm. A little chemicals verir. Burada chemicals cəmlənib. A little, little, much. Bunlardan sonra sayılmayan isimlər gəlməlidir. Sayıla bilməyən təklər gəlməlidir. Bir dənə siz həmişə çıxış edəndə a little-ı ən sona saxlayacaqsınız. Çünki a little-ın balaca mənası da var. Məsələn, a little girl deyəndə balaca bir qız deyirəm. Və oradakı en artikılı o qıza aid olmuş olur. Amma buradakı chemicals'daki bu a little belə deyək də o qıza aid deyil. Bu chemicals'a aiddir və chemicals'la a little'ın işlənməsi tamamilə səhvdir. Niyə? Çünki chemicals orada cəmlənib, a little, little, much isə sayıla bilməyən təklərdən istifadə olunmalıdır. Ona görə də A variantını çıxıram. Yenə deyirəm, quantifies dərsini keçəndə 69-cu kimi suallar sizə daha asan gələcək. Amma o dərsi keçəndən sonra siz bunu tamamən qavrayacaqsınız. İndi mən burada bilənlər üçün yenə izah edirəm, amma dediyim kimi sizin üçün qarışıq gələ bilər. Qorxmayın, gözünüz qorxmasın. Quantifies ən çox sevəcəyiniz dərslərdən biri olacaq. Deməli, several'dan sonra workers olmalıdır. Çünki a few, many, several'dan sonra sayıla bilən cəm isimlər gəlməlidir. Ona görə də B variantına çıxıram. Lots of, plenty of, more, enough kimi bu sözlər var. Bunlardan sonra sayıla bilən cəm də gələ bilər, sayılmayan da gələ bilər. Deməli, a number of news deməli bu belə deyək də səhvdir, səhv quruluşdur. A number of-la the number of-a keçəndə siz onu ayrılıqda anlayacaqsınız. Çünki hər ikisinin ismi deməli a number of-un ismi cəm olmalıdır. News isə biz demişik ki, sayılmayan isimli, yəni quruluş olaraq səhvdir. Two pints of salad. Burada salata baxmırsınız dostlar. Burada salata baxmırsınız daha doğrusu. Of'dan öncəyə baxırsınız. Yəni two pints isə baxırsınız. Two verib, 2 verib, pints isə yəni biz nə deyirik elə məsələn götürürsünüz duzu, amma parmağınızın ucunda götürürsünüz. Mən də bilmirəm Azərbaycan dilini, indi yadımdan çıxdı. Əslində bilirdim, indi yadımdan çıxdı. Yəni tamamilə düzgün verilib. Cavab Y variantı olacaq. Yenə deyirəm, burada mən də biraz zorlandım. Niyə zorlandım? Çünki bilirəm ki, bu video belə deyək də mənim hazırlıq yoldaşlarımdan da ziyadə başqa adamların da qabağına düşür. Və siz quantifies dərsini keçəndən sonra anlayacaqsınız ki,
nəyi necə vermək daha doğrudur. Məsələn 69-cu sual əslində burada verilməməli idi. Bu tamamilə Quantifiers-in dərsidir. Prosto isimlərin arasında verib. 70-ci suala baxıram. Məndən cəm isimləri istəyir. A variantına botulu, kəti, window çıxa bilərsiniz. Hər biri təkdədir. B variantının glası çıxırsınız təkdədir. C variantının hamısı cəmdədir. D variantından news'ı çıxırsınız. Feature-ni çıxırsınız. Furniture-ni daha doğrusu money-yi çıxırsınız. Hamısı təkdədir. Y variantından normanı çıxırsınız. Ondan sonra desk-i çıxırsınız. Cavab qalır C variantı. Ya məsələn 69 yersiz idi burada. 70 bizə verilməli idi. Yəni isimlərin təki cəmi deyirsə 70 kimi suallar verilməlidir. 60 tamamilə Quantifiers dərsidir. 71-ci sualda bizdən cəm isimləri istəyir. A variantında Flora çıxırsınız. B variantında Information çıxırsınız. C variantından Books'ı çıxırsınız. D variantı qalsın. Y variantından ise News'ı çıxırsınız. Dediyim kimi News'dir, Progress'dir. Bunların sonundaki S nəyi bildirir? Təkliyi bildirir, cəmliyi bildirmir. 72-ci sualda bizdən düzgün variantı istəyir. Deməli, gəldik information'a. Deməli, mən dərsin lap başlarında demişdim ki, sayıla bilməyən isimlər en artikelından istifadə olunmaz. Rəqəm yanında istifadəyə verilməz, nə də cəmlənməz. Deməli, bunları yazıram burada. Çünki dərs izahında verməmişəm. Sayılmayan isimlər hətta bunu belə deyək də özünüzə qeyd olaraq götürün. Sayılmayan isimlər. X işlənməz deməkdir. İşlənməz. En article ilə, işlənməz rəqəmlərlə, məsələn 2, 1 və s. Və işlənməz nə ilə? S və S, yəni cəmlənməzlər. Saymayan isimlər en artikeldən istifadə olmaz, rəqəmlərlə istifadə olunmaz və cəmlənməzlər. Yəni sonuna S, yes gəlməz. İndi 72-də bizdən information görürük ki, hər birində information var. Information deməli, sayılmayan ismə ən doğru variantı seçməliyik. A variantına baxıram ki, any information verib. Dedim ki, iki isim yan-yana gələndə biz ikinci ismə baxırıq. Information sayılmayan isimdir. Deməli, en artikelini buna görə veriblər. Amma biz nə dedik ki, sayılmayan isimlərlə en artikel istifadə olunmaz. Ona görə də A variantına çıxıram. B variantına gəlirəm. Some informations verilib. Information nə idi? Xəbər mənasını verir, informasiya mənasını verir və sayılmayan isimdir və nə olmaz? Cəmlənməz. Ona görə də B variantında çıxıram. D variantı qalsın. C variantında da demişdik ki, en artikeli təkliyi bildirir və sayıla bilən tək isimlərlə istifadə olur. Sayılmayan isimlərlə en artikeli istifadə olunmur. Ona görə də C variantına çıxıram. Y variantında isə two informations verib. Dedim ki, sayılmayan isimlər rəqəmlərlə istifadə olunmaz. Çünki sayılmırlar. Siz sayılmayan ismi sayırsınız. Deyirsiniz ki, iki informasiyalar. Olmur axı. Ona görə də Y variantına çıxırıq. Cavab qalır D variantı. Bir də deyirəm, sayılmayan isimlər en artikeldən istifadə olunmaz. Rəqəmlərlə istifadə olunmaz və cəmlənməzlər. 73-cü suala baxıram. A few day trip. Bu yenə dostlar əslində Quantifiers dərsinə aid bir şeydir. A few, many, several. Bura yazaq. A few, many, several. A few, many, several'dan sonra mütləq ki, sayıla bilən cəm isimlər gəlməlidir. Məsələn, burada day yox, days olmalıydı. Day,
days apostrof olmalıydı. Ona görə də A variantını çıxıram. Ümumiyyətlə, kəmiyyət bildirən sözlərdə bunlara çox diqqət edəcəyik. A variantını çıxıram, yəni birinci sual çıxıram, yəni B-ni çıxıram, D-ni çıxıram, Y-ni çıxıram. Deməli, Londonun parkları ola bilər. Ona görə də 2-ni götürürəm. Üçüncü sualda, çünki London apostrof S parks veribsə, Londonun parkları demək istəyir və doğru bir variantdır, yəni doğru bir quruluşdur. Ondan sonra a few months verib. Bax, məsələn bunu deyirdim. A few many several'dan sonra apostrof birləşməlidir. Yəni S verilməli, sonra apostrof verilməlidir. 4 ona görə düzdür. Some deer tracts. İndi deyirsiniz ki, Nailə tracts verib, cəmdə verib, apostrof S verməyib, apostrof sonra S sonra apostrof verib, düzgündür də. Dostlar, biz deyəni harda keçmişdik? Swine, gross, deer, fish, serious, mean, spacious. Bunları biz təki cəmi eyni olanlarda keçmişdik. Təki cəmi eyni olanlarda da demişdik ki, bunların sonuna s, es əlavə olunmaz. Çünki niyə? Bunların təki də cəmi də eynidir. Hər hansı bir şəkilçiyə ehtiyac yoxdur. Biz isimlərin yəylik halına keçəndə orada daha aydın sizə məlum olacaq. Məsələn, yeganə varlıqlar, təki cəmi eyni olanlar, kökündən dəyişənlər, toplu isimlər, ondan sonra tək isimlər, bunların yəylik halı apostrof S-lə düzəlir. Belə düzəlməlidir. Yəni burada diye apostrof S olmalıdır. DS apostrof S olanda isə bu tamamilə səhvdir. Yəni bu quruluş tamamilə səhvdir. Ona görə də yenə deyirəm, bu belə deyək də sonları, bu belə isimlərin cəminin sonlarını düzgün qurmayıblar. Bura ismin yəylik halında qatıblar. Bura ismin belə deyək də kvantifiersi da qatıblar. Ona görə də sizə biraz axırları çətin gələ bilər. Amma narahat olmayın. İsmin yəylik halını keçəndə, kvantifiersi keçəndə heç bir sual ağlına 74-cü sualı sizə çəkəndə yadımdan çıxıb demək. Yəni bura çəkmək yadımdan çıxıb. Deməli dostlar, burada kvantifiersini çox iç-içə verib. Məsələn 74, 75, 77, 78, 82, 83-də gördüklərimi deyirəm də. Yəni bunlar bildiyiniz kvantifiersin dərsidir. Məsələn 99 və yaxud da ki 94 məsələn isimlərin yiyəlik halına aiddir. Ondan sonra 98 isimlərdə belə deyək də bu uzlaşmalara kvantifiersə daha çox uyğundur. Sonra burada nələr var? Məsələn 105 ola bilər, 104 ola bilər, 103, 102. Yəni bunlar çoxu, ən çox da bu 74, 75 bunlar biraz kvantifiersla əlaqəli dərslərdir. Amma dediyim kimi narahat olmayın. A few many several'dan sonra demişdim ki, sayıla bilən cəm isimlər gələ bilər. Bayaq burada 73-cü sualı izah edəndə də demişdim. Amma bizdə nə verib? Tək isim verib. Ona görə də biri çıxıram, A-nı, D-ni, Y-ni çıxıram. A lots of deyə bir şey yoxdur. A lot of, lots of, plenty of, more, enough. Bunlardan sonra sayıla bilən cəm sayılmayan gəlir. Əslində düzdür, amma a lots of deyil, lots of da. Ona görə 2-ni də çıxıram, cavab qalır B variantı. A little salad verə bilər və some pieces of news. News sayılmasa da of-dan öncəyə baxıram. Some da sayıla bilən cəm sayılmayan isimlərlə istifadə oluna bilir deyə cavab B variantıdır. 75-ci suala baxıram. Deməli, a pieces of furniture verilib. Of-dan öncəyə baxıram. A ilə piece doğrudur. Cəmlənməyib. E də təkdədir. Piece hissə, parça deməkdir. Təkdədir. Biri götürürəm.
İkinci suala baxıram, yenə ofdan öncəyə baxıram. A pieces verilib. Pieces cəmdədir, parçalar deməkdir. A isə təkliyi bildirir. 2-ni ona görə çıxıram. Yəni 2 olan variantları A-nı, C-ni, D-ni çıxıram. Qalır B ilə Y variantı. Some soup və a few women. Mən bayaq dedim ki, a few, many, several'dan sonra sayıla bilən cəm isimlər gələ bilər. Amma burada tək isim verib, ona görə də 4'ü də çıxıram. Cavab qalır B variantı. 76-cı sualda bizdən sayılmayan isimləri istəyir. A variantından slice çıxa bilərsiniz, B variantından ribbon çıxa bilərsiniz, village çıxa bilərsiniz, C variantından hotel çıxa bilərsiniz, D variantı qalsın. Y variantından isə məsələn həndə çıxa bilərsə cavab qalar 76-da D variantı. 77-ci sualda sizdən düzgün variantı istəyir. Dedik ki, a few, many, several'dan sonra sayıla bilən cəm isimlər gələr. Məsələn, postman düzgün verilib, amma 2-də tək isim verib, yəni səhvdir. Yəni 2 olanları B-ni, D-ni və Y-ni çıxırsınız. Cavab qalır A ilə C arasında qalırsınız. A few, many, several'dan sonra yenə dediyim kimi sayıla bilən cəm isim gələr. Yəni 3 doğrudur. 4 ona görə doğru deyil ki, man verib, men verməliydi ki, biz onu doğru götürək. Cavab A variantı. 78-ci sualda bizdən düzgün variantı istəyir yenə. Ofdan öncəyə baxırsınız. 5 verib 5 deməkdir. 5 slices verməliydi. Çünki artıq EN-dən çıxır, yəni birdən çıxır. Birdən çıxır. Məsələn, 2 olanda slices verirsiniz, 3 olanda slices verirsiniz, 4 olanda slices verirsiniz. Yəni artıq cəmləməlisiniz. Ona görə də A variantı səhvdir. 5 ilə slices verməlidir. 1'i çıxdınız, 1'lərə çıxırsınız, yəni A-nı çıxırsınız, D-ni çıxırsınız, Y-ni çıxırsınız, qalır C ilə B arasında qalırsınız. İkinci suala baxırıq. 6 clothes verib. Ofdan öncəyə baxırıq. Doğrudur. 2-ni götürürəm. 6 ilə clothes verib. Doğrudur. Ondan sonra 3-cü sualda yenə ofdan öncəyə baxıram. 2 boxes olmalıydı. Ona görə də 3'ü çıxıram. 4-cü sualda da 2 isim yan yana gəlib. İkinci ismə baxıram. X verib. Qabaqda da 3 verib. Yəni 3 verib. Və cəmləndirib. Yəni doğrudur. Yəni 2 ilə 4'ü götürürsünüz. Cavab C variantı. 79'da sizdən cəm isimləri, pluralları, yəni cəm isimləri istəyir. A variantından athletics'i çıxa bilərsiniz, chess'i çıxa bilərsiniz, mess'i çıxa bilərsiniz. B variantından physics'i çıxa bilərsiniz, grass'ı və permission'ı. C variantından deməli cheese-lə gymnastics'i çıxa bilərsiniz. D variantı qalsın. Y variantından isə knees və case'i çıxa bilərsiniz. Cavab qalar 79'da D variantı. 80-ci sualda sizdən sayılan isimlər istəyir. Juice sayılmır. A-nı çıxırsınız, Y-ni çıxırsınız, C-ni çıxırsınız. Daha sonra money sayılmır. D-ni çıxırsınız. Cavab qalır B variantı. Picture şəkil deməkdə sayılır. Tuz diş deməkdə sayılır. Bowl da sayılan isimdir. 81-ci sualda bizdən nə istəyir? Yenə sayıla bilən isimlər istəyir. Pudding sayıla bilmir. A-nı çıxırsınız, B-ni çıxırsınız. Ondan sonra news sayılmır. D-ni çıxırsınız və water sayılmır. Y-ni çıxırsınız. Cavab qalır C variantı. Sayılmayan isimlər əzbərlənməlidir dostlar. Əzbərləmədən heç cürə mümkün deyil. 82-də sizdən düzgün verilənləri istəyir. Advice dediyim kimi sayılmayan isimdir. Sayılmayan isimlər EN artiklından istifadə olmaz, rəqəmlərlə istifadə olmaz və SES-lə cəmlənməz. Deməli, a piece of advice verib, ofdan öncəyə baxıram. A piece of verib, yəni E verib, təkdə verib, doğrudur. Biri götürürsünüz.
An advice olmaz. Dediğim gibi sayılmayan isimler en artikel'dan istifadə olmaz. Ona göre de C'ni çıxırsınız, D'ni çıxırsınız, Y'ni çıxırsınız. Üçüncü sualda sizden two advices verip her iki dənə yanlışı eyni anda verip advices olmaz. Çünkü sayılmayan isimler cəmlənməz ve sayılmayan isimler rəqəmlə istifadə olmaz. Ona göre de üçü çıxırsınız. Some advice verebilirse çünkü some sayılabilen cəm ve sayılmayan isimlerden istifadə olunur. Yani 1, 4 sizin doğru varyantınızdır. 80. sualda sizden yine doğrunu istəyir. Of'tan önceye baxırsınız. A piece of verip doğrudur. Biri götürürsünüz. Some furniture de doğrudur. Five furnitures olmaz çünkü sayılmayan furniture bu arada maybe demektir ve sayılmır. Sayılmayan isimler cəmlənməz və neynəməz rəqəmlərlə, məsələn 5-dən istifadə olmaz, en artikel'dan istifadə olunmaz. Cavab 1-2, yəni A variantıdır. 84-cü sualda sizdən sayılmayan isimləri istəyir. A variantına məsələn deməli hand-ə çıxa bilərsiniz, art-ı çıxa bilərsiniz, street-i çıxa bilərsiniz. B variantından məsələn forest-i çıxa bilərsiniz. C variantı hələ ki qalsın. D variantından potato-nu çıxa bilərsiniz. Nə bilim head-i çıxa bilərsiniz, jacket-i çıxa bilərsiniz. Y variantından dog-danı çıxa bilərsiniz. Cavab qalar C variantı. Həpiniz xoşbəxtlik deməkdir, freedom azadlıq, peace isə sülh deməkdir. Heç biri sayılmır. 85-ci sualda yenə bizdən sayılmayan isimləri istəyir. A variantı qalsın. B variantından A ilə short-ı çıxa bilərsiniz. C variantında məsələn map, toy, light bunlar çıxabilirsiniz. D variantından age çıxabilirsiniz. Ondan sonra Anisevi çıxabilirsiniz. Army çıxabilirsiniz. Y variantından məsələn bottle çıxabilirsiniz. Ondan sonra ki yəni çıxabilirsiniz. Cavab qalır A variantı. Blood qan deməkdir, sayılmır. Butter yağ deməkdir, sayılmır. Perfume da elə parfüm yəni duxu deməkdir, sayılmır. 86-cı sualda sizdən cəm isimləri istəyir. Glass təkdədir, şüşə deməkdir. Ona görə də B-ni çıxırsınız və D-ni çıxırsınız. Yəni bir olan variantları çıxırsınız. Good small MT deməkdir. Toplu isimlərin içində keçmişik. Həmişə cəmləri 2-ni götürürsünüz. Ondan sonra grass neydi onun adı? Bu otlar var ya, yaşıl otlar, çimən deyir türklər. Ondandır. Sayılmır yan isimde, ona göre de 3 olanlar çıxırsa cavab qalır A variantı. Progress'te dediğim kimi sondaki esi aldanmayın. Nifs kimidir, təkliyi bildirir. 4'ü de ona göre çıxırsınız. Closes'i toplu isimler içinde keçmişik paltarlar deməkdir. Həmişə cəmdədir. Jeans'de 2 ayrılmaz hissədən ibarət olanların içinde keçmişik. Jeans de elə, yəni jeans şalvarlar var, o deməkdir və həmişə cəmdədir. 87-ci sualda sizdən cəm isimləri istəyir. A variantında nis var, sayılmayan isimdir. Heç vaxt cəmlənə bilməz. Yəni B ilə D-ni çıxırsınız. Ondan sonra hostess təkdədir, A-nı çıxırsınız, C-ni çıxırsınız. Cavab qalır Y variantı. Money təkdə, daha doğrusu sayılmayan isimdir. Pul deməkdir. Police toplu isimlər arasında keçmişik. Stairs-i də toplu isimlər arasında keçmişik. Trousers-i də 2 ayrılmaz hissədən ibarət olanlar arasında keçmişik və demişik ki, bunlar nədir? Bunlar cəmdədirlər, həmişə cəmdə sayılırlar. 88-ci sualda sizdən sayılmayan isimlər istəyir. A variantında ox var, kökündən dəyişənlər arasında keçmişik. Ox neynir? Cəmlənə bilir, oxen olur. Ona görə də bir olanları B-ni, Y-ni çıxırsınız. Ondan sonra glue-nu götürürsünüz. Mouse mesela yine daha doğrusu kökünden dəyişənlərin arasında keçmişik. Mouse cəmlənib mice olabilir diye 4'ü de çıxırsınız. Yəni D-ni çıxırsınız və C-ni çıxırsınız. Cavab qalır A variantı. E sayılmır, bread də sayılmır. Cavab qalır A variantı. 89-cu sualda yine sizdən sayılmayan isimlər istəyir. A variantında hand var. Hands olabilir, sayılabilir. Yəni A-nı çıxırsınız, Y-ni çıxırsınız. B var, 2-də bata verir. Bata sayılmayan isimdir, yağdı götürürsünüz. Ondan sonra house verib, house sayılabilir.
D-ni və C-ni ona görə çıxırsınız. Cavab qalır B variantı. Flöə sayılmır. Cheese da doğrusu sayılmır. Bus avtobus deməkdir, sayılır. Altında ona görə çıxırsınız. 90-cı sualda sizdən sayılmayan isimləri istəyir yenə. Deməli, nə edirsiniz? Burada nəyə çıxa bilərsiniz? Ona baxıram. Məsələn, 4-də problema çıxa bilərsiniz. 4 olanlar çıxır. 5-i götürərsiniz, heç biri sayılmır. Ondan sonra 2-də də məppə çıxa bilərsiniz. Sayıla biləndir. Sonra bir dəqiqə mesaj gəldi. Üzürlü sayın. Bir dənə bu cavab verim. Deməli, 2-ni də elə çıxdı. Cavab qaldı A variantı. Kindness, yəni yumuşaqlıq deyəndə, yəni mehribançılıq mənasındadır. Yəni sayılmır, götürürsünüz. Progress'də eyni şəkildə sayılmayan isimlərin içində var idi və də sayılmayan isimlərin içində var idi. Ona görə deyirəm, sayılmayan isimlər əzbərlənməlidir. Çox az qaldı. Qutarıq demək olar ki. 91-ci sualda yenə sizdən sayılmayan isimləri istəyir. A variantı qalsın, yəni birinci sual qalsın. İkinci sualda məsələn peti çıxa bilərsiniz. Ev, eyvanı deməkdir. Yəni 2 olanları C-ni çıxa bilərsiniz. 3-də məsələn letəni çıxa bilərsiniz. Məktub deməkdir. 3-ləri çıxdınız. 5-ə baxıram. Rain verib, furniture verib, bread verib. Daha doğrusu 4-də. 5-də baby verib, babies ola bilər və umbrella da çətir deməkdir. O da cəmlənə bilər. Ona görə də B variantında çıxırsınız. Cavab qalır Y variantı. 92-ci sualda sizdən yenə sayılmayan isimləri istəyir. Deməli, B variantından city-ni çıxa bilərsiniz. Ondan sonra C variantından məsələn pencildan room-u çıxa bilərsiniz. D variantından qalsın. Y variantında məsələn tree-ni çıxa bilərsiniz. A variantında servant-ı çıxa bilərsiniz. Cavab qalar D variantı. 93-cü sualda sizdən tək isimlər istəyir. Oxen kökündən dəyişəndə cəmləndirilib. Birləri çıxırsınız, yəni A-nı çıxırsınız, B-ni çıxırsınız, C-ni çıxırsınız. Tuz təkdədir, 2-ni götürürsünüz. Goods toplu isimdir, 3-ləri çıxırsınız. Cavab qalır D variantı, amma deyir, baxaq. Shorts 2 ayrılma hissədən ibarət olanda 4-ü götürürsünüz və sofəni götürürsünüz. Daha doğrusu, sofəni götürürsünüz. Mən yenə getdi. Mən təkləri seçirəm. Shorts'u gətirə bilmərəm canım Nailəcim. Çünki shorts dediyin kimi 2 ayrılma hissədən ibarət olandır və həmişə cəmdədir. Deməli 2-ni, price 5-i və sofəni götürürəm. O da təkdədir. Cavab 2, 5, 6. D variantı. Olur, arda olur. Məndə də qarşılar qopur arada. 94-cü suala baxıram. 94-cü sualda dediyim kimi nə olmalıydı? To gördünüz. Apostrof S olmalıdır qardaş. To days. Apostrof. To day apostrof S səhvdir. Bu yiyəlik halı niyə gətirib bura salıblar, mən bilmirəm. İsimlərin yiyəlik halına bura niyə salıblar, bilmirəm. Əzizdim, siz bizə başlıqda demişsiniz ki, isimlərin cəmi təkir, isimlərin yiyəlik halını yox. Ona görə də 1-ə çıxırsınız dostlar. Nəysə biraz dimə əsəbləşdim. Bu il mənim də imtahanımdır, yəni ona görə dimlə biraz aramız açıq ola bilər. Bu il yox, 2026, 2027-də verəcəm mən imtahanımı, amma olsun da yəni yenə də dimlə biraz küsüşmüşük o barədə. Dim də mənə çox umursuyur güyək. Nəysə. İkinci suala baxıram. E verib, week verib, doğrudur. 1 verib və 1 həftə verib, doğrudur. Ona görə də 2-ni götürürsünüz.
Ondan sonra 3 months verip doğrudur 3'ü götürürsünüz. A few, many, several'dan sonra sayılabilen cəm isimler gələr diye. Burada apostrof s yok. S apostrof olmalıdır. Ona göre 4'ü de çıxırsa cevap kalır D variantı. 95-ci sualda sizden yine tek isimler istəyir. Yani nə əcəb. İsimlərin təki cəmi bölməsində bizdən tek isim istəyir. Neyse. Çox pis zarafat idi. Linçliyim mən ona görə, həqiqətən çox pis zarafat idi. Singular, tek isimlər istəyir. Demək, A variantından nəyə çıxa bilər? Nəyə çıxa bilmərik ki? Burada hər şey çıxırıq. Məsələn, skirts-i çıxa bilərsiniz. People-ı toplu isimlər arasında keçmişik. Rahatlıqla çıxa bilərsiniz. Doğusu da çıxdınız, getdi. A variantı uçdu. B variantına baxıram. B variantında da hər şey çıxa bilirik biz burada. Məsələn, classes-i çıxırıq, trousers-i iki ayrılmaz hissədən ibarət olanlar arasında keçmişik, çıxırıq, glasses-i çıxırıq. İndi deyirsiniz ki, Nailə, biz glass-ı sayılmayan isim olarak öğrenmedik mi şüşə kimi? Bu niye sayılır? Açıqla bana deyə bilərsiniz. Açıqlayım. Glass dostlar, şüşə deməkdir, bəli. Ama bir de sizin evde bu xrustal şüşə qablar var ya, xrustal şüşə qablara, xrustal güya ayrı bir şeydir. Bir xrustal şeyler olur ya, stekanlar. Her evde var. Her evde olan o stekanlar. Bizim evde de var mesela onlardan. Deməli onlar glass sayılır. Bir kap var. Bu böyük stekanlarımız var ya, bizim kupa dediğimiz. Bir de glass var. Hansı ki evde o ne bileyim armudu stekanda odu budu. Bunlara glass deyirik ve eğer o şüşə mənasını vermirsə, stekan mənasını verirsə, glass cəmlənə bilər. Yəni glass eğer material mənasında şüşə mənasını verirsə sayılmır. Ama glass bardak yani stekan mənasını verirse sayılır. Burası aydındır. Ona göre bu sizi karıştırmasın. O glassla o glass ayrı şeylerdi. Sonra bizden tek isimler istəyirdi. C variantında mesela ship'i çıxa bilərsiniz, scissors'ı, pens'i çıxa bilərsiniz, hər birini çıxa bilərsiniz. D variantından mice'ı çıxarsa cavab qalar Y variantı. 96-cı sualda sizdən sayılmayan isimlər istəyir. A variantına məsələn baby'ni çıxa bilərsiniz, lemon-ı çıxa bilərsiniz. B variantı qalsın. C variantından apple-ı çıxa bilərsiniz, egg-i çıxa bilərsiniz, flower-ı çıxa bilərsiniz. D variantından məsələn pen-i çıxa bilərsiniz, potato-nu çıxa bilərsiniz. Y variantından məsələn beg-i çıxa bilərsiniz, book-u çıxa bilərsiniz. Cavab qalar B variantı. Gedin sayılmayan isimləri əzbərləyin. 1506-cı dəfədə deyirəm. 97-ci sualda sizdən sayılmayan isimləri istəyir. Deməli A variantından heç nə çıxmırsınız. B variantından məsələn letəni çıxa bilərsiniz. Botulu çıxa bilərsiniz. C variantından Go-su çıxa bilərsiniz, müziki çıxa bilərsiniz. D variantından çıxa bilərsiniz doktorunu. Ondan sonra Y variantından da çıxarsınız məsələn food-u, flag-ı. Cavab qalar A variantı. 98-ci sualda sizdən düzgün olanı istəyir. Deməli dostlar. Ay ağzım, çənəm çıxdı, həqiqətən çənəm çıxdı. Mən tez bir qoşu su içə bilsəm çox yaxşı olacaq. Mənə dayanım. Harda qalmışdım? 98'də. Deməli 98'də bu dəfə artıq bilsiz həm də nə var burada. Tərcüməyə də baxmalısınız. Məsələn, a pair of shoes deyə bilmirsiniz. Tərcümədən çıxmır. Ona görə də A variantı birləri çıxırsınız. Ondan sonra a cost of grapes tərcümədən çıxır. Ofdan öncəyə baxıram. Doğru verib, eynən clusters'ı verib, cəmləndirməyib. 2 olanları götürəcəksiniz. Ona görə də Y variantı da çıxır.
Sonra burada nəyə çıxa bilərəm mən? Burada çıxaram 3'ü. Niyə? Çünki an article verib və hundreds verib. Hundreds olmazdı. Tək olmalıydı. Buradakı s yersizdir. Ona görə də 3'ü də çıxıram. Cavab qalır B variantı. Sonra 99-cu sualda bizdən yenə deyir ki, doğruları seçək. Hundreds verib. Bu hundreds'də nəsə alıb verəmədiklər var. Hundred olmalıdır. Hundreds yox. Çünki an artiklı təkliyi bildirir. Təkliyi bildirənin yanında SES-lə cəmlənən hər hansı bir sözün yeri yoxdur. Ona görə biri çıxırıq. Y'ni, C'ni ona görə çıxırıq. İkinci suala baxıram. A cluster of bananas. Of-dan öncəyə baxıram. Verib və cluster verilib. Yəni 2'ni götürürəm. Sonra epi of tight. Epi of'dan öncəyə baxıram. Verilib doğrudur. Götürürəm. Ondan sonra 5 niyə çıxırır? Mən burada qalıram nə arasında? 5'ləri niyə çıxıram? Çünki 100 white verməliydi. Niyə? Çünki buradakı deyirsiniz ki, axı aynı ilə sən bizə demədin ki, iki isim yan-yana gələndə ikinci ismə baxırıq. White dress verib, an article-na verəcəm də. Deyə bilərsiniz. Amma deməyin. Niyə? Çünki buradakı 100 mənasını verir. Yəni oradakı an white dress-ə aid deyil. Oradakı an 100'dən özünə aiddir. 100 verib. Yəni rəqəm olaraq verib onu. Ki 100. Məsələn 200 desə 200 verəcəkdi. İngilis dili asandır deyəndən sonra İngilis dili deyilmişəm. Yox, asan da, həqiqətən asandır. Cavab D variantıdır. Onu 5'ləri oradan belə deyək də ayrışdırırsa cavab qalır D variantı. 100-cü sual. 100-cü sual. 9 tane sualımız qaldı. Biraz da sıxın dişinizi. Azıcıq da sıxın dişinizi. Demək 100-cü sualda bizdən sayılmayan isimlər istəyir. A variantından Sting'i çıxırsınız. B variantından Podcast'i, ID'ni çıxa bilərsiniz. C variantından deməli D variantından Citizen gözümə ilişdi. Onu çıxırsınız. C variantından Guest'ı çıxırsınız və Impression'ı çıxırsınız. Y variantındansa Soap'u niyə çıxırsınız? Y variantındakı hamısı sayılmayandır. Soap sayılmır. Pollution çiklənmədə sayılmır. Soap bu arada şeydir, sabun deməkdir, sayılmır. Nə olacaqsa bilik deməkdir, sayılmır. 101-ci ismə, 101-ci suala baxırıq. Burada bizdən cəm isimlər istəyir. A variantından deməli money ilə çıxırsınız, sayılmır. Gymnastics'e çıxırsınız, sayılmır. A variantı getdi. B variantından history sayılmır, getdi. Baggage də təkdədir, getdi. C variantından məsələn nəyə çıxa bilərsiniz? Furniture-nə çıxa bilərsiniz. D variantından çıxa bilmirsiniz. Seçən Y variantından da nifsə çıxa bilərsiniz. Closest toplu isimlər arasında keçmişik. Things cəmlənib. Cattle da toplu isimlərin arasında idi. Deməli 102-ci suala baxıram. 102-ci sual məndən nəyi istəyir? Ay. Yoruldum. 102-ci sual məndən doğru istəyir. Dedik ki, furniture nədir? Sayılmayan isimdir. Mebil deməkdir. An artiklından istifadə olmaz. Ona görə də A-nı çıxıram. Ondan sonra A-nı çıxdım. Ondan sonra cəmlənə bilməz demişdim. Cəmləndiriblərmi burada? Məsələn, few qalsın da many furniture verib. Few, many, several. Bunlardan sonra nə gələr? Sayıla bilən cəm. Sayılmayan orada nə işi var? İşi yoxdur. Ona görə D-ni çıxırsınız. Sonra a little much. Bunlardan sonra a little much'dan sonra sayılmayan isim gəlməlidir. Pieces isə cəmləndirib sayılır, üstünə cəmləndirilib. Ona görə də Y variantında çıxırsınız. Sonra another furniture. Buradakı
anoza, oza, the oza, anoza, ozes. Bunlardan sonra da belə deyək də isimlərin işlənmə formatı var. Məsələn, ozesdən sonra isim gəlməz. The ozandan the ozesi görəndə rəqəmlərə baxmalısınız falan. Onları mən sizə öyrədəcəm. Anozadan sonra isə sayıla bilən tək isim gəlməlidir. Bunu necə yadınızda saxlaya bilərsiniz? Buradakı en artiklından yadınızda saxlayın ki, bunu anozadan sonra sayıla bilən cəm isim gəlir. Daha doğrusu sayıla bilən tək isim gəlir. Bunu qeyd olaraq yazın. Gözləyirəm. Dəftərinizə, əlinizə aldığınızı fikirləşirəm. Qələminizi də aldığınızı fikirləşirəm. Qeyd yazırsınız. Anoza üstə gəlinsin sayıla bilən tək isim. Anozadan sonra sayıla bilən tək isim istifadə olunur. Qeydlərinizi götürdünüz deyə fikirləşirəm. Ona görə də sayılmayanın orada bir yeri yoxdur deyə B variantında çıxıram. Of'dan öncəyə baxıram C variantında. A few, many, several'dan sonra nə gələrdi? Sayıla bilən cəm isim gələrdi. Pieces də sayıla bilən cəm isimdir deyə deməli mənim cavabım C variantı olacaq. Sonra 103'ə baxıram. Question verilib. Question sayıla bilən isimdir dostlar. Ona görə də baxırıq. Deməli, mən aşağıdan yuxarı doğru gedəcəm. Elə daha asan olacaq çünki sizə. Çünki cavab əslində A variantıdır. Yəni ona görə. Deməli, a few, many, several'dan sonra nə gələr? Sayıla bilən cəm isim. Question'ı burada nə verib? Tək də verib. Y variantına çıxdınız ona görə. One təkliyi bildirir. Enlə belə deyək də sinonim kimi verə bilərsiniz. Sinonim kimi yox da yerinə işlədə bilərsiniz. Yəni yerinə one işlədə bilərsiniz. Deməli, sən mənə deyirsən ki, sonra da deyirsən ki, bir suallar, questions'ı burada cəmləndirib. Doğru deyil axı. Bir sual olmalıydı. One question olmalıydı. Ya da a question olmalıydı A variantındakı kimi. Ona görə də D variantını çıxıram. Two more questions olmalıdır. 2 daha əlavə suallarım var deməlisən sən. Ona görə də C variantına çıxıram. Burada questions olmalıydı. Dediyim kimi iki isim yan yana gələndə ikinci ismə baxırsınız və qabaqdakını ikinci isimlə uzlaşdırırsınız. Yəni two questions olmalıydı. A little questions olmaz. Niyə? Çünki a little much'dan sonra sayılmayan isim gələr və a little'da da siz quantifier'sə a little'ı ən sona saxlayacaqsınız. Niyə? Çünki onun bir balaca mənası var. Məsələn, deyirəm ki, a little water, yəni biraz su. Bir də deyirəm ki, a little girl, bir balaca qız, çıxılı qızlar mənasında, çıxılı qız mənasında istifadə edə bilərsiniz. Amma burada məsələn, balaca suallar deyilən bir şey olmadığına görə cavab A variantıdır. Can you give me? Deməli, 4-cü sualda düzgün bir şəkildə tamamlayın deyir. Can you give me? Mənə biraz verə bilərsən mi deməkdir. Görək nə istəyir bizdən. Sayılmayan isimlər, yenə deyirəm, eyan artiklından istifadə olunmaz. Ona görə də B variantını çıxdınız. Y variantını çıxdınız. A few, many, several'dan sonra nə gəlməlidir dostlar? Sayıla bilən cəm isim gəlməlidir. D-ni çıxdınız. Və sayılmayan isimlər nə olmazdı? Cəmlənməz, yəni S və S-lə cəmlənməz C-nə çıxdı. Cavab qaldı 104-də A variantı. 105-ci suala baxıram. Please give me deyir. Bu dəfə xahiş edir bizdən, zəhmət olun, yalvarıram falan. Mənə biraz nəysə. 105-ci suala baxıram. Yenə deyirəm, sayılmayan isimlər nə olmazdı? Eyan artiklından istifadə olunmazdı. Ona görə də A variantına çıxdınız. Ondan sonra cılma. Saymayan isimlər a few, many, several'dan istifadə oluna bilərdi? Yox. Niyə? Çünki Nailə mənə cavab verirsiniz də. A few, many, several'dan sonra nə gələr? Sayıla bilən cəm isim gələr. Sayılmayan, yoxsa tək isim gəlməz. Yəni ömür həyatda iki dünya birləşsə heç vaxt ola bilməz. Ona C-ni çıxırsınız. Sayılmayan isimlər uşaqlar cəmlənə bilər. Cavab gözləyirəm. Bilməz. Aferin. Təbii ki, də bilməz yəni. Y variantını ona görə çıxırsınız. Ondan sonra
D variantına baxın. Görün, ikizlər burcudur D variantı. Həm EN artiklı verib, həm də ki flowers'ı cəmləndirib. Həm cəm verib, həm də EN artiklı verib. Yəni nə ayranım tökülməsin, nə də qatığım ekşiməsin. Olmazsa elə bir şey. D-ni də çıxdınız. Çünki E veribsə flower verməliydi. Flowers da veribsə flowers verməlidir. Yəni two flowers verməlidir. E flowers verə bilmərsiniz. Cavab B variantıdır. Niyə? Bunu da təsdiq edək. Ofdan öncəyə baxırıq. Ofdan öncə də E verib, bottle verib. Bottle nə idi? Şüşə. Bilin. Adı şüşə biz elə deyirik də. Bir şüşə süd. Bir şüşə. Bir qutu süd. Qutu mənasını vermiş, şüşə mənasını verir də biz elə deyirik də. Bir qutu süd aldım. Paçka, nə bilim. Nəysə. E verib, bottle verib, doğrudur. Mənim Azərbaycan olmam, amma Azərbaycan dilində danışa bilməməm. Biabırçılıq. Könülməmə mənə avqusta gedəndə çox böyük bir şəkildə danlayacaq. Sən niyə öz dilində danışamırsan, yavrum evladım deyə. 106-cı sualda cəm isimləri bizdən istəyir. Patents sayılmayan isimdə bir getdi. Foxes tülkülər deməkdir, cəmləndirilib 2-ni götürürəm. Men kökündən dəyişəndə mənin cəmidir, 3-ü götürürəm. Children's. Görün necə bir ağıllı yazardı bunu yazan. Həm child kökündən dəyişəni children olaraq cəmləndirib, bir də ürəyi soyumayıb, üstünə s əlavə edib. Elə bir şey olar mı dostlar? Olmaz. Hamıya hak ettiği qədərini verəcəksiniz. Hak ettiğindən çoxunu versəniz, onun gözündə artmırsınız, daha da azalırsınız deyib 4 ilə çıxdaş edirəm. 5-ci sualda da mouse mice olaraq kökündən dəyişəni çox düzgün, çox oturaqlı bir şəkildə yerində dəyişdiyinə görə 5-i də götürün. Cavab 2, 3, 5'dir. Ondan sonra 107'ye baxıram. 107 də deməli ofdan öncəyə baxıram. E verib, peace verilib, doğrudur. 1'i götürürəm. Ondan sonra 1'i buraya yazaq. Əziz abituriyentlər, artıq hər kim baxırsa buna. Bayaqdan biz nə deyirik? Sayılmayan isimlər rəqəmlə istifadə oluna bilər. Cavab verirsiniz ki, yox, nə ilə rəqəmlə istifadə olunur, qətiyyən elə ola bilməz. 2'ni çıxdınız ona görə. 3'e baxıram. Ofdan öncəyə baxıram. E verib, pair verib, doğrudur. 3'ü götürürəm. A few snacks olmalıydı. Çünki a few, many, several'dan sonra nə gələrdi? Sayıla bilən cəm isim gələrdi. Ona görə 4'e çıxırsınız. A few, many, several'dan sonra nə gələrdi dostlar? Nə gələrdi? Bəli, S gələrdi. Sayıla bilən cəm isim gələrdi. Sayılmayan isim yox. Stocking dediğim kimi 2 ayrılan hissədən ibarət olandı. Yəni several stockings verməliydi. Several stocking yox. Ondan sonra 108-ci suala baxıram. Deməli, the top of the building. The top of the building. Yəni binanın ən başı deməkdir. Yəni binanın ən hündür yeri deməkdir. Ona görə də bir doğrudur. Biri götürürsünüz. Sonra a box of toy. Box of toy. Demək, ofdan öncəyə baxıram. E var, box var. Tamam. Bir qutu oyuncaqlı ama burada tərcümə vermək lazımdır dostlar. Niyə? Çünki bir qutu oyuncaq verib. Bir qutu, yəni bir qutunun içində oyuncaq, bir dənə oyuncaq. Olmur axı elə. Bir qutunun içində oyuncaqlar olardı. A book of toys olmalıydı burada. S olmalıydı. Yəni düşünün, bir dənə yekə bildiyiniz, yəni bayağı böyük bir qutu var. Otağın yarısı boyda və o qutunun içində bir dənə oz oyuncağı. Minnak. Küçücük. Olmur axı elə. Nə olmalıdır? A box of toys olmalıdır. Yəni bir dənə qutu var və o qutunun içində əməlli başlı oyuncaqlar var. Ona görə də 2-ni çıxırsınız.
Üçüncü sualı baxıram. Two golf balls. İki isim yan yana gəlib, ikinci isim cəmləndirib, qabaqda da to verib, 3'ü götürürüm. 3 düzdür. 4'e baxıram. İki isim yan yana gəlib, burada bets olmalıdır. Çünki qabaqda several var. Neymiş? İki isim yan yana gələndə qabaqdakı ikinci ismə aid olurmuş. If you men several'dan sonra da nə gələrdi? Sayıla bilən cəm gələrdi. Yəni bed yox, beds olmalıdır. Ona görə 4'e də çıxırsınız. Ve gelirik bugünün sonuncu, benim de artık sonuncu tırpanışlarıma. 109. sualı. Ay çok mutluyum bitirdiğime göre. 109. sualı bizden ne istiyor? Deyir ki doğru variantı seç. Dostlar birincisinden çıxdaş edək. Edək məncə. Məsələn, 2 mənim gözümə çox batdı. Mən səhərdən deyirəm ki, sayıla bilən isimler, sayılabilen tek isimler, kökünden değişenler, yegane isimler, ondan sonra cığıma teki cəmi eyni olanlar, bunların yani apostrof eslə olar. Yani bunların yerli hala apostrof eslə olar. S apostrofla olmaz. Ona göre de ikine çıxıram. Yani men apostrof S olmalıdır. Man apostrof S olmalıdır. Təki cəmi fərq eləmir. Kökündən dəyişənlərin hər birində apostrof S-lə verirsiniz. Apostrofla vermirsiniz. Ona görə də 2-nə çıxıram. Bunu da silirəm. 2-nə çıxdım. Ondan sonra deməli, a few, many, several. Bunlardan sonra sayıla bilən cəm isim gələr demişdim mən, xatırlayırsınızsa. İndi mənə deyə bilərsiniz ki, Nailə, axı 3-cü sualda, 109-un 3-cü sualında a few, many, several'dan a few'nu verib. Və ondan sonra girls verib, yəni sayıla bilən cəm isim verib. Verib, mən sənə həm də nə öyrətmişəm? 2 isim yan yana gələndə ikinci ismə baxacaqsan deməmişəm. Demişəm, özə 1000 dəfə demişəm. Buradaki name ad deməkdir. Name cəmlənib? Yox. Name orada cəmlənməlidir. Niyə? Çünki 2 isim yan yana gələndə ikinci ismə baxırsınız. Həm də tərcüməyə də baxırsınız. Yəni mənim kimi istəyirsiniz tərcümədən gedin. A few girls name. Bir çox qızın adı. Bizdə bir çox qızın adları olmalıdır da. Yəni bir çox qızın bir dənə adı var. Məsələn, deyək ki 100 dənə qız var. Mesela sinifinizde təsəvvür edirsiniz o sinifi 100 dənə qız. 100 dənə qız var. 100'ün də adı Ayşədir. Olmur axı elə. 100 dənə qızın bir dənə adı var. Ayşə 1, Ayşə 2, Ayşə 3 diye. Olmur elə bir şey. Ona görə də 3'ü ona görə çıxırsınız. Cavab 1 ve 4'tür. The players uniforms. Bunlar oğlanlarınki kim olmalı? Mən niye players ol? Mən niye bu kadar cinsari seçkili yaradım ki? İçimde bir ayrı seçkinliği oldu. Niye öyle bir şey oldu bilmem. Özümde feministim aslında. Neyse. Birinci suala baxın. Mesela 109'un birincisine. The players verib. Deməli oyuncular verib. Və oyuncuların üniformaları. Yani hem oyuncular cəmlənib, hem de uniforms olub. Yani üniformalar da cəmlənib. Yani bu tamamıyla düzgündür. Ona görə biri götürürsünüz. Ve the foxtail tülkünün quyruğu deməkdir. Tülkü təkdədir. Ona görə apostrof s verib və tail, yəni quyruğunu da ayrılıqda sadə olaraq yox, tək olaraq, single olaraq verib. Ona görə də 1 və 4 bizim doğru variantımızdır. 2 ona görə doğru deyil ki, kökündən dəyişənlərin apostrof s olmalıdır, apostrof yox. Və 3 ona görə səhv idi ki, qızların bir dənə adı olmaz, qızların adları olar. Neyse dostlar, bu kadar idi. Bugünkü dersimiz bu kadar idi. Gelen dəfə sizə cases of noun, isimlərin yerlik halını keçəcəm. Baxaq indidən görək necə dənə sualdır bu. Qutarmır. 95 dənə sual. 95 dənə sual. 95 dənə sualı mən yarıya bölümdə. Çünki ya da belə edə bilərik. Mən birinci isimlər yerlik halını sizə qayda olaraq keçim. Sonra 95 dənə sualın hamısını. Elə daha doğrudur. Elə daha düzgündür. Birinci sizə qaydasını keçəcəm.
Daha sonra qayda videosundan sonra sizə test videosunu atacağım. Hamınızı buradan kocaman qucaqlayıram. Bugün çox böyük bir enerjim var idi. Həqiqətən ona görə sizə də yansıtmaq istəyirəm o enerjimi. Kocaman qucaqlayıram. Öpürəm hamınızı. Sağ olun, salamat qalın.